Azal və Azərpoçt Aktau ətrafında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması və baş verən faciəyə həsr olunan Poçt markasını təqdim edib. Milli qəhrəmanlarımız olan ekipaj üzvlərinin ailələrinin də qatıldığı tədbir Azərbaycan Tarixi Muzeyində keçirilib və xeyriyyə məqsədlə həyata keçirilən layihədən əldə olunan vəsait Yaşad fonduna ianə olunacaq. Azərbaycan Hava Yolları QSC və Azərpoçt MMC Bakı-Grozno marşrutu üzrə planlaşdırılmış C2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunan Poçt markasını təqdim edib. Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının il dönümünə həsr edilən təqdimatda Poçt markasının nümunəsi xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Çıxış edənlər Poçt markasının buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar. Bu Poçt markası kiçik bir simvol olmağına baxmayaraq o bütün dünyaya yayılıb. Hər yerdə bu hadisə ilə əlaqədar insanları məlumatlandırılacaq. Poçt markalarının istifadəsi ilə əldə olunan vəsaitlər də şəhid ailələrimizin evlatlarına yönələcəyi. Xatirə Poçt markaları milli qəhrəmanların ailə üzvlərinə və həmin qəhrəmanların səyi nəticəsində ekipajın sağ qalan digər üzvlərinə təqdim olunaraq onların cəsarət və peşəkarlığına göstərilən ictimai ehtiramı ifadə edib. Tədbirin sonunda qonaqlar üçün Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub. Muzeydə sözü gedən reisin heyətinə həsr edilən ayrıca bölmə də mövcuddur.